Bugün bizim musiqi mədəniyyətimiz üçün, musiqi ifaçılığı üçün həqiqətən çox ağır bir gündür. Nə deyə bilərəm, bir həm musiqiçi kimi dərd çəkirik. Ramiz müəllimi yola salırıq. Həm övladı kimi yola salıram onu. Həm dostu kimi yola salıram, həm də mənim müəllimim olur. Ona görə danışmaq çox ağırdır, çox acıdır. Çünki Ramiz müəllim dahi sənətkarıdır, böyük şəxsiyyət idi, böyük vətəndaş idi. Xalqına, vətəninə, millətinə bağlı olan bir insan idi. Xalqın içindən çıxmış bir insan idi. Hər zaman xalqımızın həm çətin günlərində, həm xoş günlərində onların yanında olan bir insan idi. Milli ruhla böyümüş və həmən o milli ruhu bizi aşılamış böyük bir şəxsiyyət idi. Onu itirmək həqiqətən böyük bir bizim üçün dərddir. Bir itikdir. Həqiqətən bütün hesab edirəm ki, xalqımız üçün böyük bir itkidir. Biz ümid eləyirdik ki, onu xilas eləyə biləcəyik, ayağa qaldıra biləcəyik. Çünki mübarizə aparırdıq. Son 3 həftə reanimasiyadaydı biz. Təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə bizi tək qoymayan insanlar, ölkə başçımız, mühtərəm cənab prezidentimiz, ölkəmizin birinci xanımı, hörmətli Mehriban xanım, Heydər Əliyev fondu bizə dəstək oldular, tək qoymadılar o çətin anlarda. Biz onu artıq evə gətirmişdik, ümidlərimiz var idi, yaxşılaşmağa doğru gedirdi. Amma nəsib olmadı, yəni biz ümid eləyirdik ki, tezliklə ayağa qalxacaq. Başımız sağ olsun, Azərbaycan mədəniyyətinin başı sağ olsun. Amma mən hesab eləyirəm ki, Ramiz müəllimin ruhu yaşayır, onun yetişdirdiyi tələbələri var, tanınmış sənətkarlardır, xalq artistləridir, əməkdar artistləridir, gözəl ifaçılardır. 70-ci illərdən Bakı Musiqi Akademiyasında dərs deyib, saysız hesabsız kitablar yazıb, məcmuələr yazıb, lent yazıları, ifaları, bax o hamısı onun bizə qoyduğu mirasdır. İllər keçəcək, mənə gəlir ki, Ramiz müəllim həmişə xatırlanacaq, onun sənəti yad olunacaq, çünki o böyük bir məktəbin qurucusuydu, tar məktəbinin yaradıcısı idi. Onun tələbələri, onun övladları, onun nəvələri onun ruhunu yaşadacaq və biz çalışacağıq ki, onun adına layiqli bir həyatımızı davam etdirək və onun qoyduğu vəsiyyəti, mirası layiqincə yaşadaq.